Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 8 iyun 2005-ci il 847 saylı sərəncamı ilə istilik enerjisinin istehsalı, paylanması və ötürülməsi üzrə yeni bir idarəetmə modeli Azəristik Təchizat Açıq Səhmdar Cəmiyyəti yaradıldı. Bəzən bir tarix var ki, o sadəcə təqvimdəki bir gün deyil, bir dönüş nöqtəsidir. Ölkə başçısının 2022-ci ildə imzaladığı istilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında sərəncamı strateji inkişaf mərhələsinin başlanğıcı oldu. Və elə bu yolun davamı olaraq 2023-cü ildə Nazirlər Kabinetinin 759S nömrəli sərəncamı ilə təsdiq edilmiş tədbirlər planı Azəristik Təchizat Açıq Səhmdar Cəmiyyətinin daha dayanıqlı addımlaması üçün bir bələdçidir. Azərbaycan 2030-cu ilə qədər enerji səmərəliliyini 2 dəfə artırmağı hədəfləyir. Mərkəzləşdirilmiş istilik bu hədəfə aparan əsas yollardan biridir. Bu kontekstdə istilik təchizatı haqqında qanun layihəsinin hazırlanaraq müzakirələrə təqdim edilməsi və 5 sentyabr 2023-cü ildə 303 nömrəli qərar ilə Nazirlər Kabinetinin təsdiq etdiyi istilik enerjisindən istifadə qaydaları sahənin perspektiv inkişafına yönəlib. Qanunvericilik bazasının təkmilləşdirilməsi istiqamətində atılan növbəti addım isə Azəristik Təchizat Açıq Səhmdar Cəmiyyətinin orta və uzun müddətli inkişaf strategiyasının hazırlanaraq müzakirələrə təqdim edilməsi idi. Modern texnologiya, müasir istilik təchizatı 300-dən çox qazanxananın layihəsinə tətbiq edilir. Payız-qış mövsümündə 52 regionda 554 qazanxana və 89 istilik məntəqəsi istismar edilməklə İsti evlər və sağlam həyat naminə fasiləsiz xidmət göstərdi. Hər payız-qış mövsümündən əvvəl 82 mindən çox avadanlığı, armaturları, nizamlayıcı, tənzimləyici qurğuları müntəzəm təftiş edirik. ...2021-ci ildən mədəniyyət paytaxtımız olan Şuşada fəaliyyət göstərən 7 qazanxanamız da 20-dən çox binaya isti nəfəs verir. Şəffaf maliyyə sabit inkişafdan keçir. Maliyyə dayanıqlığının təmin edilməsi dövlət subsidiyalarına 2022-ci ildən etibarən 10% azaldıb. Zəhmət olmasa buradan imzalayarsınız xanım. Bəli. Biz 185 minə yaxın istehlakçıya, 3863 yaşayış binasına, 280 orta məktəbə, 157 uşaq bağçasına, 147 səhiyyə müəssisəsinə, 2630-a yaxın sosial və təsərrüfat hesablı təşkilatlara xidmət göstəririk. Abonentlər üzrə uçuş sisteminin qurulması təmin edilib, isti su təchizatı sistemində qeyri-əhali istehlakçılar üçün 50-yə yaxın sayğaclar quraşdırılır. İstilik xidmətlərində rahat ödəniş imkanı, ölkə ərazisində fəaliyyət göstərən bütün onlayn ödəniş sistemlərinə və terminallara xidmətlərimiz inteqrasiya edilib. Bizdə gənc əməkdaşlara xüsusi önəm verilir. Son bir il ərzində 50-dən çox cavan kadr işə qəbul edilib, mərkəzi aparatın 20,5% yenilənib. Əziz həmkarlar, əmək müqavillərinizi onlayn qaydada imzalamağı unutmayın. Sualınız var, biz cavablayarıq. Hər il payız-qış mövsümü ərzində təkcə 956 çağrı mərkəzi vasitəsilə 20 min abonentin sosial şəbəkə üzərindən 500-dən çox istehlakçının sorğuları təmin edilir. Abonentlərimizin müraciətləri həm də asanlaşdırıldı. 2020-ci ildən etibarən Asan Müraciət İnformasiya Sisteminə daxil olan 500 sorğu cavablandırılıb.